Sizə bu dəfə bir Avropa avtomobilindən danışacağım. Şkodadan, Super B-dən. Bu elə bir maşındır ki, dostlar, bunun xüsusi sevən bir qrup var. Avropada həmişə görürdüm ki, dövlət adamları, prezidentlər falan bu Super B-dən sürürlər. Bunun köhnə modelindən sürürlər, amma indi 2025 Şkoda Super B Azərbaycandadır. Skaz Avtoda rəsmi olaraq satılır 3 illik və yaxud 100.000 kilometr zəmanətlə. Birazdan bu maşın haqqında daha ətraflı məlumat alacağıq. Ekrana yaxın əyləşin. Avropalılığı, baxın bu qapının səsi var, ağırlığı ondan bilinir də. Yəni möhkəm maşındır. Elə belə dövlət adamları boş-boşuna bunda gəzməzdən. İndi başlayaq birinci maşının ürəyindən, motorundan. Görək bu dəmirləndir, yoxsa pnevmanla idi qalxmağı. Sağ olun, ya yaxşı bu belə qoymusunuz. Çox maşında bax bu olmur. Biraz dəmir qoyursan, amma bu yaxşıdır. Dostlar, 2 motordur, turbodur və öndən çəkişlidir. Yəni 190 at gücü bu maşın üçün yaxşıdır. Ümumilikdə bagaj həcmi də böyüdür. Birazdan keçib o haqqda danışacağıq. Motor haqqında qısa danışaq və anında bax tap dəmirin qalınlığı hər şey öz yerində. Faralara baxın dostlar, adaptivdir. Hərəkət eləyir. İndi maşını görəndə yaxın, uzaq. İndi funksiyalardan çox danışmıram. İndi elə şeylər öyrənmək istəyirsiniz, siz saytdan girib baxa bilərsiniz. Amma deyim ki, işıqlanma sistemi yaxşıdır, yol tutumu yaxşıdır. Bax bu ön radiator barmaqlığı var, bax, gözəl. Burada bir də kamera var. Sadə, biraz aqressiv, biraz özünə hörmət eləyən bir maşındır. İndi isə keçək dostlar, bagajı göstərək. İndi bagajdan danışdım. İndi istəyirsən bagajı ayaqla at, o olur da, çox maşında var, bunda da var. Bax, ay Allah, bagaja bax. Bu nə boyda bir bagajdır. İstəyirsən bax, aç bunu, uzan yat. İndi bu maşını sürəndə dövlət adamları sürür, indi maşında yatan deyir, amma mənim üçün yaxşıdır. Xarici səyahətlər zamanı yata bilərik. Genişdir. Burada baxın bu formada elektrik yuvası da var. Soyuducu falan taxa bilərsiniz. 12 volt. Sonra bu çox maşında var, bunda da var. Rahatlıqla bağlaya bilərsiniz. Bax bu formada bagaj həcmi 645-dir. Valla bu da yaxşıdır. İndi yığ apar rayona gətirmək kimi adamlar sundu. İndi ürəyin istəyir daha da böyük olsun. İndi stol aparmaq istəyirsən. Bu düyməyə basırsan, sideriya açılır, olur 1800. Bura bax ha. Gəl yaxına. Bax, böyüklüyə bax. Yəni bagajın böyüklüyünü gördünüz, artıq şərhə ehtiyac yoxdur. İndi isə görək, arxada diz məsafəsi nə qədərdir. Normal diz məsafəsi var, baş məsafəsi var və səssizlik. 2 qat şüşədir, onu da deyim. Və indi müəllim adamsız bunu belə bağlaya bilərsiniz. Günəş düşməyəcək. Dəri salon, 2 dənə Type-C yeri, havalandırma, oturacaqların qızdırılması, arxa klimatın idarə olunması və keçdik bu tərəfə. İndi sizin yükdən çox danışdıq da, əlinizdə yük var və yaxud xizə ilə məşğulsuz. İndi ola bilər ki, indi Azərbaycanlar çox xizə idman növü ilə məşğuldurlar. Bax, ev tikürsünüz, bu çox olur Azərbaycanda. Reyxanı, turbanı uzadırsınız belə. Və yaxud burada uzun bir nəsə var, arxaya qoymaq lazım deyil. Elə bunu açırsınız, bu formadan qoyursunuz. Bu praktikliyi də var. İndi Avropalılar da hər şeyi düşünüb. Sonra uşaq oturacağı yeri var. Yəni maşının arxasında nə istəyirsiniz var. Bu maşının arxa hissəsində yoxdur. Ümumilikdə Super B-də rahatlıq üçün hər şey düşünülüb. Bu formada baş dəstəkləri, ayaq jesti ilə bagajın açılması və bagajın genişliyi haqqında danışdıq və onu da deyim ki, maşında müxtəlif aksesuarlar da hədiyyə olunur. Görürsünüz, müxtəlif aksesuarlar var, cibliklər var və maşının ən əsas da xoşuma gələn cəhəti odur ki, indiki maşınlarda olmur ehtiyat təkərinin olması və maşında adyal da var. İndi soyuq havalarda adyalla isinə bilərsiniz. Maşının salonu da müasir tələblərə cavab verir. Ambiyans işıqlanma, taxta işləmələr və ümumi görünüşü də çox möhtəşəmdir.
Bu video vasitəsilə Super B-nin bütün incə detallarını sizə təqdim edirəm. Bir şey yadımdan çıxmışdı. 2 qat şüşə olması, bu da əlavə izolyasiyadır və bütün elementlərə toxunla park sistemi var və 360 kamera və kameranın yuyulması. Hansı maşında var? Əlbəttə ki, Super B-də bütün örtüyü açıram və indi maşını tam olaraq test edəcəm. Gedirik Super B-ni sürməyə. Açarsız daxil olmadı onsuz. Daxil olduğun içəri. Əyləşdik maşına dostlar. Genişdir, hər şey yerindədir. Kəmərimizi bağladıq. Rulumuz multi-ruldur. İsidilməsi var. Bu xoşuma gəlmədi. Əllə idarə olunur, eybi yoxdur. Bunu hər gün düzəltmirsən ki. Və oturacaqların idarə olunması var. Yaddaş paketi də var. O da öz yerində. Və maşın buradan işə düşür. Motor, səs, hər şey öz yerində. Yenə deyim, 2 motordur. Disk təkər də 19-luqdur. Kondisioner işə düşdü. Burada baxın, rejimlərə baxın. Sidenyanın isidilməsi, soyudulması hamısı bu düymədir. Düymədədir, alətlər panelindədir və bu formada idarə olunur və burada da belə bir düymə var və bunu belə basırsan həm səsi idarə etmək olur buna, baxın. Texnologiyaları bilir. Həm də dostlar, baxın, digər funksiyaları bu düymə vasitəsilə idarə etmək olur. Burada da eyni formada klima kontroldur. Sağ və sol sərnişinin dərəcəsini tənzimləmək üçün istifadə olunur. Bu formada belə basaq səsi alaq. Və burada simsiz şarj yeri var, Type-C giriş var. Bu formada öndə panel var, sürət göstəricisi, benzin nə qədər işlədir onu göstərir və belə bir monitoru var. Monitor da görürsünüz, müasir və sürətli bir monitordur və rəsmi satıldığından müxtəlif dünyanın, ölkələrin dilləri mövcuddur. Neyniyək? Sürək Tural? Sürək. Və bu formada belə elədin. Görə indi bunun getməsi necədir? Allah, görə düşdün yerə yəni. Və bizdə görürsünüz test drive-nin belə low test drive-də. Yox, yaxşıdır. Müəllim bağışlayın. İndi bu elə bir müdür gəzdirirəm. Müəllim bağışlayın. Və bu formada davam edirik. Çöldən bir dənə var, səs, quş səsi gəlmir. Adam səsi gəlmir. Yəni Avropa keyfiyyəti budur. Dəri də eko dəridir, amma keyfiyyətlidir. İyimi verələrimə 3-4 gün iyniyəm. Hə, belə yol tutumu yaxşıdır və kör nöqtə var, o öz yerində. Bu da mənim maşınımdır. Test drive üçün gəlmişik. Almaniyadan gətirmişəm. Və yolda gedən zaman indi yağış yağdı. Nə edirsiniz? İndi siz müdürü düşürdməlisiniz. Sizə çətir lazımdır. Bu başına döndüyüm çexlər vurublar pivədən, bu da yaradıblar. Baxın. Bu formada. Müəllim düşmək istəyirsiniz? Bəli, bəli, Fərid bəy, düşmək istəyirəm. Və bunu götürdün, çıxartdın. Burada çətir var, bəli. Və rəhbərliyimizi biz indi düşürdəcəyik. Salam müəllim. Müəllim, buyurun. Açdıq qapını. Müəllim bu formada düşdü, dəymişdim. Və bunu belə bağladıq və bu formada qoyduq yuvasına. Çox möhtəşəm, çox əla. Yəni, Skoda Super B haqqında bugün qısa bir icmal çəkdik. İndi mənim tərzimdə, mənim stilimdə. Bilmirəm, bəyəndiniz yoxsa yox. Digər videolar izləmək üçün kanalımıza abunə olun və maşın haqqında ətraflı məlumat almaq istəyirsinizsə, ya yüz eşitməkdənsə bir görmək lazımdır. Getmək lazımdır hara? Babək prospektinə, Skaz Avto Azərbaycana, Şkodanın mərkəzinə.